Qeyiş bu yana qalıb, yəni pensiya belə dönəyi bantlayanmayıb yerində. Tamaşamız var idi, Kimdir Müqəssir teatrda. O Kimdir Müqəssir əsərində mekanımız değişdiyinə görə Elməddin Dadaşov bizim ikinci rejissorumuzdur tamaşada. Demək, sən demə qışqırır ki, əmi yerindir, hazır ol. Mən də pultu o qədər eşitmirəm, 3-cü mərtəbədəyəm Rus Dram Teatrında. Əmi yerindir. Təsəvvürlə günən hamdan ana görürəm ki, bir dənə cavan aktyor qaçır dalımca ki, Çingiz mənim sizin yerinizdir. O anı təsəvvür elə yenə. Mən tamam bir başqa kostyumda gəlməliydim. Jilet başqa rəngdə, pencək başqa rəngdə, şalvar çıxmışam, hətta zamokum bağlamamışam. Mən demişim bu zamoku bağladım. Təsəvvürlə səhnəyə çıxanda gördüm bir cəmaatda hırğır düşdü. Bu aktyorlar ər-arvad da baxır mənə ki, əmi yavaş-yavaş sən neylisən? Dedim bana mən eşitməmişəm, sən şoğarı var, zamoku bir tərcikdir. Yəni bu şeylər tamaşa məqamında olub. Ümumiyyətlə canlı olan yerdə hər bir kuryoz olur da. O inanın ki o anı görəydik. Canlıdır, film deyil ki. O anı görmək lazım idi sadəcə. Neçə yaşın var idi onda? Yo, tamaşa bir tiyatr, o 6 il 7 ilin söhbətini edirəm mən. Bu yaxınlarda tamaşaçı da oturub, nə xəbər var? Çingiz gəlməlidir, tamaşaya çıxmalıdır. Və mən çıxıram bu obrazda, bu vəziyyətdə təsəvvür gördüm, zalı hır-hır gedir özündən. Dedim, mən hələ işin eləməmişəm, bu nədir gedirlər. Özündən xəbəri yox. Sonra görürəm, birdən başa salırlar məni ki, aşağı baxdım.